Salam dəyərli dostlar, hər birinizi xoş gördük. Bugün sizə 15 may 2025-ci ilin astroloji proqnozlarını söyləyəcəm. Bugün də bir qədər maraqlıdır, maraqlı olaylar ola bilər, amma balaca bir diqqətsizlik, yaxud da düşünülməmiş deyilən sözlər baş ağrımıza səbəb ola bilər. Bir izləyicilərimiz bəzi suallar verir, aktivlik deyir, kanalda yoxdur, büsdüzdür, hər gün gedir büs proqnozu. Amma mənim də bir istirahət dönəmi olmalıdır. Başqa istirahət deyil əslində, ölkəmiz üçün, vətənimiz üçün, o tay bu tay üçün çox böyük işlərin içindəyik, onu həll eləməyə çalışırıq. Bir video ilə bir şey olmaz, onsuz da çox da baxmırsınız. Mən demirəm ki, filan planet mənim bürcümdədir, işləyə bilmərəm. Yox, məndə o planetin gəldi gedərliyi az ilgiləndirir. Başqa şeylər var. Vətən üçün, xalqımız üçün hətta bu kanalı da saxlaya bilərəm. Bu dəqiqə desələr, tutaq ki, Güney Azərbaycanda nəsə bir yaxşı şey var, yəni dirçəlmə var, azadlığa addım atır. Nəinki kanal, canımı da verməyə hazıram. Ümumiyyətlə, vətən, millət üçün biz bu yolu tutmalıyıq. Ona görə kadr arxası verilişidir, müəyyən hallarda ruhumuzun şəfasıdır, şəfası verilişidir, incəsənət verilişidir. Çatdıra bilmirəm, vaxt tapa bilmirəm. Ona görə bəzən pauzalar gedir, amma yenə də çalışıram digər videolarla onu balanslaşdırım, tənzimliyim. Gərək üzürlü sayasınız. Əslində may ən aktiv dövrdür, amma işlər də çoxdur. Fərdi zəmində deyil, yəni millətin, xalqımız üçün. Onlar gizli şeylərdir, əsas nəticə olsun xalqımız üçün, millətimiz üçün. Yəni onu gərək nəzərə alasınız. Mayın 15-də 14-cü gecə 1992-ci ildə bir ağır döyüşdən çıxmışdıq. Gəldik Bakıya, sənəd gətirdik instituta verməyə ki, yəni döyüşdə olduğumuza görə bizə yəni qayıb yazmasınlar. Gəldik, gördük Bakı dağılır. Sən demək, gecə biz qatarla gələndə Ayaz Mütəllibov yenidən hakimiyyəti qəsb eləmişdi. Gəldik, yığışdıq. O vaxt indiki Səba rayon prokurorluğundaydı Xalq Cəbhəsinin qərargahı. Gəldik, instituta kağızı verdik, gördüm millət yığılıb sahil bağına. Getdik, tanklar bitirdilər, silahlılar. Biz də qoşulduq bunlara. Bizlə döyüşdə olan bir BTR də buradaydı. Mindik, bütün şəhəri fırlandıq, Elmlər Akademiyasının qabağından keçdik, məsafəni təsəvvür edin. Gəldik, Fərxiyaban qabağına çatanda gördük, atəşlər açıldı. Kim atır, hara atır, nə olur bilmirik. Yaxşı ki, ölü bitən olmadı və Ayaz Mütəllibov getdi. Azərbaycan 1920-ci ildən sonra Azərbaycanda ilk dəfə xalqın sevdiyi demokratik bir cümhuriyyət quran demokrat düşüncəli insanlar gəldi hakimiyyətə, uğur dalınca gəldi. Həm ölkə daxilində demokratiyanın o şirinliyini daddı insanlar, həm də Qarabağda uğur dalınca getdi. Ağdərəni aldıq. Bir dənə Xankəndi demək olar ki, qalmışdı. Şuşada elə mühasirədə idi, Laçına da girirdi artıq. Amma bunu qlobal güclər imkan vermədi. Dedilər, hələ vaxtı deyil. Mən də yaralandım, sonrasından xəbər olmadı. Yəni, həmin vaxt mən də buradaydım. Silahım yox idi, amma hər halda əskər geyimində buradaydım. Bax, bugün, həmin gün, 15 may Azərbaycan Xalq Cəbhəsinin hakimiyyətə gəldiyi gündə, o bir illik hakimiyyətdə çox işlər gördülər. Hətta neft kontraktları barədə də ilkin razılıq gəlmişdi. Bakı-Ceyhan üzərində ciddi dayanılırdı. Amma görünür, hələ bir ilə nə eləyə bilərlər ki, düzənməli kadr yox, hamısı Sovetdən qalma və Kremlə simpatiyası olan, ona görə olmadı. Sonra hakimiyyətdən gedəndən sonra təbii olaraq Cümhuriyyət dönəmində də olmuşdu. Bir-birinə qarşı ittihamlar, filanlar, kimisi keçdi o tərəfə, kimisi neytral qaldı, kimisi aqressiyasında qaldı. İndi əksəriyyəti də keçdi, hakimiyyətin yanında oldu. Bax, belə bir şeydir. 15 may 10 il dönümüdür, ona görə xatırlatdım. Və qəfildən keçək bürclərə görək bugünkü gündə astroloji mənzərə necədir? Qoç bürcü. Qarşınızda duran məsələləri həll etmək indi daha asandır. Sadəcə qəti qərar vermək üçün özünüzdə güc tapmalısınız.
İnanın ki, belə olsa nəticədən razı qalacaqsınız. Məsləhətləşmələrdən qaçmayın. Buğa bürcü. Bürcünüzün hakimiyyəti artıq sona gedir. Təxminən bir həftə qalıb, amma bir həftədən də az qalıb. Amma bugün elə bir bürcünüzün hakimiyyətdə olmasının ən gözəl günlərindən biridir. Deməli, daha böyük işlərlə məşğul olmalı, son vaxtlar dəb halını alan dedikodudan uzaqlaşmalısınız. Maddi baxımdan da yaxşı gündür. Əkizlər bürcü. Aktiv fəaliyyətə başlamaq üçün nəhayət ki, mühit yetişəcək. Bu səbəbdən proqnozumuzu dinləyən kimi hərəkətə keçin. Amma özünüzə müttəfiq seçərkən maksimum tədbirli olun. Xərçəng bürcü. Böyük layihələri reallaşdırmaq üçün əla vaxtdır. İdeyalarınızı həyata keçirməkdə pula heyfiniz gəlməsin. Axı siz xəsis deyilsiniz. Bugün davranış və üst başınıza da ciddi fikir verin. Şir bürcü. Aldığınız yeni iş təkliflərinə tələsik razılıq verməyin. Hər şeyi 100 dəfə ölçüb biçin. Lazım gəlsə daha təcrübəli insanlarla məsləhətləşin. Nəqliyyatda da diqqətli olun. Qız bürcü. Genetik fonunuz gücləndiyi üçün əsasən doğmalarınıza qarşı mehriban olun. Hər hansı yersiz ittihamdan, köhnə haqq hesabları aydınlaşdırmaqdan çəkinin. Ulularınıza duaları əsirgəməyin. Tərəzi bürcü. Maliyyə baxımından düşərli gün olsa da, ümumi ovqatınızda gərginlik mümkündür. Lakin bu amil işgüzar sövdələşmələrdə və qərarlar qəbul etməkdə sizə mane olmayacaq. Əqrəb bürcü. Sevgi amilinə daha çox yer ayırın. Çünki maddiyyatı fikirləşdikcə pul sizdən qaçır. Bugün mənəvi rahatlığınızı təmin edib enerji yığın ki, qarşıda sizi gözləyən uğurlara gücünüz yetsin. Oxatan bürcü. Gün ərzində müxtəlif xarakterli insanlarla təmaslarınız sizi bəzi mətləblərdən agah edəcək. Saat 16-18 aralığında isə ürəyinizcə olan hansısa hadisələrin iştirakçısı ola bilərsiniz. Oğlaq bürcü. Son vaxtlar ətrafınızda olanlara soyuq adam təsiri bağışlamaqdasınız. Əslində belə olmadığınız üçün daxilinizdəkiləri büruzə verməyə çalışın. Axşama doğru ovqatınız yüksələcək. Su tökən bürcü. Sizin qədər arzu istəyi olan zodiak işarəsi demək olar ki, yoxdur. Amma niyyətlərinizin həyata keçməsi sizdən asılı olmadığı üçün bu aralar gözləməlisiniz. Çünki səbirliləri Allah da sevir. Balıqlar bürcü. Göq qübbəsi məsləhət görür ki, gün ərzində dinə zid hərəkətlərə yol verməyəsiniz. Adicə kimsə acılamaq, xətrinə dəyən zarafat da olmaz. İşlə bağlı təkliflərə isə razılıq verin, çünki bugün sizi kimisə aldatma ehtimalı yoxdur. Məndən də bu qədər. Diqqətinizə görə sağ olun. Kanalımıza abunə olmağı, bəyənməyi, paylaşmağı, təbliğ eləməyi, canlı yayımlarımıza baxmağı, aylıq illik proqnozlarımızı izləməyi unutmayın. Onu da unutmayın ki, Tanrı ulduzlardan daha yüksəkdə durur.